Əgər biz övladımızı 7 yaşından etibarən həyatın bütün sahələrində ədəbə alışdırsaq və ədəb tərbiyəsini ailənin əsas meyarına çevirsək, məsələn, belə desək, bu işi etmə, çünki ədəbə uyğun deyil və ya bu işi gör, çünki ədəb bunu tələb edir. O zaman uşaq ədəbli davranışın nümunəsini göstərmiş olar. Həzrət Peyğəmbər sallallahu buyurmuşdur: uşaqlarınızla xoş rəftar edin və onlara ən gözəl formada tərbiyə verin. Məsələn, salamlaşma və danışmaq kimi sadə məsələləri də xüsusi ədəblə həyata keçirməsini öyrətsək, ola bilər ki, valideyn yorğun və halı olmasın, amma qonşu gələndə yenə də təbəssümlə ədəbli şəkildə buyurun, sizi görməkdə çox şad olduq, çox sağ olun, təşəkkür edirəm, sağlıqla qalın, İnşallah ailəniz də yaxşıdır, zəhmət olmasa sağ olun, Allaha əmanət olun kimi sözlər söyləsə, uşaq bu səhnəyə baxıb deyəcək: atam çox yorğun idi, ümumiyyətlə halı yox idi qalxmağa, anam da yorğun və gərgin idi, amma yenə də qonşunun qarşısında necə də ədəblə davranırdılar.